Salam olsun vətənimizin əsl vətən oğullarına, vətən qızlarına. Biz bugün Çıldıran yüksəkliyindəyik. Bizim Babək və Babək 44 taborunun komandiri Qəniyev Elxan komandir və Abdullayev 1-ci Qarabağ döyüşçüsü. Bəli, komandirin əskərləri, döyüşçüləri. Təlat Cavanşirov. Biz bugün geldik, həmin o 17 itkin şəhidimizi olduğu yeri tapdıq. Bak bu yer Meytigil duran ştab olur. Elə meyti burada vurulur. Bundan qabaqda blindajlar varkən 16, 15'də bax belə bizim şəhidlərimiz orada şəhid olur. Mən buradan əsir və itkin üzrə komitənin və bizim həkimlərimizə, bizim sapyorlarımıza təşəkkür edirik ki, bizi də bax bu axtarışa cəlb elədilər. Başda komandirimiz Qəniyev Elxan komandir. Bizlərlə bir yerdə inanın ki, bəlkə də 2 saat, 3 saat biz yol gəldik. 7 kilometr biz qalmışıq bura. Bəli, bizim borcumuzdur. Gəlmişik, həmin yeri təyin eləmişik. Bax bu da bizim qəhrəmanlarımızın kaskalarıdır. Bakın, sınariyatlar patronlar nətəri dağıdıb bizim kaskaları bak. Bizim uşaqlar bax belə vurulubdur. Ermənilər tərəfindən. Mən indi inşallah o kaskanı aparacağım onu bilmiyorum. Bir dənə salamatı qalıb. Buradan da bir dənə balaca güllə keçməlidirsə. İndi komandir, dur bura bu açmaq bura. Bu komandir də bir iki kəlmə sözünü deysin, komandirin yolda müsabiqəsini deymişəm. Mən nə demək istəyirəm? Onu demək istəyirəm ki, qardaşlarımıza, sağ qalan əskərlərimizə, zabitlərimizə gəldi oranı göstərdi. Mən neçə ildir deyirdim ki, bax burada şəhid olublar. İnanan yox idi. Axırı gəldim, özüm uşaqlarla bir yerdə əskərlərimlə göstərdi yerləri. İndi bir dənə sümük tapdıq, bir balaca. İndi buranı axtarmaq lazımdır da. İndi bəlkə bastırıblar, qazıblar, altda bəlkə mina var. İndi bu bizə adəti yoxdur, dedilər, gələcəklər özləri, burada axtarışları eləyəcəklər. Bundan sonra inanıram ki, burada tapılacaq nəsə. Allahın köməkliyi ilə burada döyüşən qəhrəman qardaşlarım, oğlanlarım mənim. Canlarım, ciyərlərim qaldı. 17 nəfər burada döyüşərək şəhid oldular. Mən batalyonu buradan çıxartdım. 300 nəfərə kimi çıxartdım ki, yoxsa hamımız qalmışdıq mühasirədə qırıb çatacaqlar. Bu 17 nəfər öz sinəsini qoydu, verdi. Uşaqların, ermənilərin qabağına. Erməni o dördü, erməni qələt edib bura heç. 7 ay biz bu olduq burada, qələt edildi erməni gələn. Burada Pskovski diviziya var idi. 30 dənə tank BMP ilə çıxdılar. Bura üstümüzə. Bizdə də özünüz bilirsiniz o vaxtda bir dənə qrantamyotla nə eləyə bilərsən? Heç nə eləyənmədik. Bu da deyil BMP-çilərin sinariyəti. Sinariyətləri, zətlər hamısı. Komandir, mən elə başa düşürəm ki, bu 17 əskər son qanlarına kimi döyüşüblər. Şəxsi heyətdə sağ-salamat çıxır. Eşq olsun. Bizim qəhrəmanlarımız. Allah rəhmət eləsin. Allah valideynlərinə səbir versin. Qardaşlarına sağ olun, minnətdaram. Bunlar ikisi də əskər olub məndə. 73-cü təvəllüddür. İndi ikisi də baş leytenantdır. Sonra getdilər oxudular, ofisier oldular, qulluq eləyib, komandir, zavodka, bölük komandir. Elə komandir, mən buradan bütün Azərbaycanımıza, xalqımızın, bütün vətən uğrunda, torpaq uğrunda döyüşən qardaşlarımıza və əsas da komandirlərə xahiş edirəm ki, bizim Qəniyev, Elxan müəllim kimi, komandir kimi gəlsin, itkin şəhidlərin tapılmasında iştirak eləsin. Mən şəxsən sizə təşəkkür edirəm. Sağ olun. 73 yaşında olmağına baxmayaraq bizlə beraber ürək əməliyyatı olub. Bax 7 kilometr dağın yüksəlinə qalxdı. İtkin şəhid qardaşlarımızın tapılmasına nail oldu. Bizim çoxdandır komandirimizin arzusu buydu ki, bu yerə gəlib çatmaq, bu yerə çıxmaq, 17 qardaşımızın yerini göstərmək. Şu Allah'a gəldi, komandirimiz arzusu yerinə yetdi. İnşallah elə olsun ki, Allah təala bizi onu qismət eləsin, onların nəşini tapa, valideynlərə təhvil. Amin inşallah. Mən inanıram ki, bugün məndə böyük bir inam yarandı. Biz 701 hərbiçilərin 5-ci bərdə taburunun döyüşçüləri və komandirimiz bir yerdə öz itkinlərimizi axtarırdıq. Bugün də Babək 44-ün
taborunda itkin düşen şehit kardeşlerimizi Babək 44'ün döyüşçülerle, komandirle bir yerde aktarışta oldum. Ben inanırım ki bu günden sonra Babək 44 taborunun ve 701 harbisen 5. Bərdə taborunun döyüşçüleri el ele verecek. Azerbaycanımızda ne kadar için kardeşlerimiz var tapılmasında İnşallah. iştirak edecek. İnşallah. Allah Sizə təşəkkür edirik. rəhmət Sağ olun. olsun. Sizə də, həkimə də, Çox sağ sənə olun. də qardaş Sağ olun. əziyyət çəkdiniz, bizi ilə gəldiniz. Bizim Bizim bu borcumuzdur. gəldiniz, səpörlər getdilər, indi daş o minaları axtarmağa qabaq deyə. Onlar İçimizdə burada bir də yoxdur, bir biz qardaş oradadır. vardı, yerli idi. Yer- Allah ona can sağlığı versin. Bələdçilik Bizlə eləyirdi. beraber geldi o kardeş. Bütün yerleri bizle beraber taftı gösterdi blindajları. Bəli, bəli. Dedi sizden kabak giderim. Minyat düşerim koy kişim. Bəli, Dince bəli. haliydi. Sağ olsun. Bizden geldi. Allah o kardeşe can sağlığı versin. Bizi de bak 13 kadına yaşında bak götüren- bu dağlarda gezen oğlan. Bəli. Bizi de kadına Geldi bizden götüren bizim gösterdi. həkimimizdir. Ha, Allah hekimize de can sağlığı versin. Sağ olun. Teşekkür ederim. Sağ olun. Kızılkaya'da, Sağ olun. Kelbecer'de bütün bölgelerde aktarışta. Allah kardeşim- Borcumuzdur.